İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanuna əsasən ANC Qrup MMC barəsində malın hesabına dair istehlakçıların az miqdarda aldadılması halı ilə bağlı inzibati xəta protokolu tərtib edib. Bu barədə Anti-İnsar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən APA-ya məlumat verilib. Məlumata görə, şirkətin tərkibində fəaliyyət göstərən Rahat Supermarketlər şəbəkəsində qida məhsulunun müştəriyə üzərində göstərilən qiymətdən baha satıldığı müəyyən edilib. Bundan əlavə, agentlikdən həmçinin bildirilib ki, eyni hal Grand Mart marketləri üçün də keçərlidir. Məlumata görə, Grand Martda müştəriyə qida məhsulunun üzərində göstərilmiş qiymətdən baha satıldığı müəyyən edilib. Bu səbəbdən istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanuna əsasən Grand Mart MMC barəsində malın hesabına dair istehlakçıların az miqdarda aldadılması ilə bağlı inzibati xəta protokolu tərtib edilib.